Salam, axşamınız xeyir. Report xəbərlərin xüsusi buraxılışı ilə efirdədir. İndi baş verənlər Ermənistanın destruktiv siyasətinin nəticəsidir. Prezident İlham Əliyev Əl Cəzirə televiziya kanalına müsahibəsində belə deyib. Əslində Ermənistanın baş naziri bizə qarşı ilkin şərtlər irəli sürüb. Yeri gəlmişkən düşünürəm ki, bu da növbəti təxribatdır. Bir neçə ay öncə o Azərbaycan üçün 7 ilkin şərt irəli sürmüşdü. Əslində o öz gündəliyini bizə və Minsk qrupuna diktə eləmək istəyirdi. Bu ilkin şərtlərdən biri də ondan ibarət idi ki, Azərbaycan Dağlıq Qarabağ hökuməti ilə danışıqlar aparmalıdır. Bunu təkcə biz yox, həm də Minsk qrupu rədd elədi. Çünki bu 20 ildən çox müddət ərzində hazırlanmış danışıqların formatını tamamilə dəyişir. Danışıqlar Ermənistan və Azərbaycan arasında aparılır. Beləliklə, o bizə qarşı ilkin şərtlər irəli sürür və biz onları rədd edirik. Onun bunu etmə səbəbi ondadır ki, o danışıqların dayanmasını və status quo-nun dəyişməz olaraq saxlanılmasını istəyirdi. Bizə gəldikdə biz həmişə danışıqlara hazırıq. Biz heç vaxt danışıqlardan imtina eləməmişik. Əvvəlki illərdə danışıqlar prosesində çətin vaxtlar yaşamışıq. Heç də hər şey rəvan getmirdi. Lakin Ermənistanın əvvəlki rəhbərləri ilə bizim prosesimiz olub ki, biz mərhələli yanaşmanı işləyib hazırlamışıq. Əks halda biz bu qədər uzun illər bu prosesdə iştirak etməzdik. Bu faydasız vaxt deyil. Hesab edirəm ki, biz çox böyük irəliləyişə nail olmuşuq. Mən bu prosesdə 2003-cü ildən bəri iştirak edirəm. Mən Ermənistanın 2 sabiq prezidenti ilə işləmişdim. Biz irəliləyişə nail olduq. Bu asan deyildi. Bizdə çox müxtəlif fikirlər var idi, lakin biz mərhələli şəkildə irəliləyirdik və indiki məqamda əldə etdiklərimizi işləyib hazırlamışdıq. Paşinyan hakimiyyətə gəldikdən sonra nəinki ondan əvvəl olanları məhv elədi. O, ondan əvvəl sanki Ermənistanın mövcud olmadığı və indi yeni Ermənistanın yaradıcısı kimi davranmaq istəyirdi. O, işlənmiş bütün prinsipləri məhv elədi. Buna görə bütün məsuliyyət onun və hökumətinin üzərindədir. Yeri gəlmişkən Ermənistanda rasional insanlar bunu başa düşür. Onlar Ermənistan əhalisinə xəbərdarlıq eləyərək bu şəxsin onların ölkəsini fəlakətə apardığı ilə bağlı bəyanatlar verirlər. Danışıqlarda belə davranmaq olmaz. Azərbaycanı belə təhrik eləmək olmaz. Prezident İlham Əliyev Əl Cəzirə televiziya kanalına müsahibəsində belə deyib. They were already making statements alarming Armenian population that this person leads the country to catastrophe. It's not a way how to behave on negotiations. It's not a way how to provoke Azerbaijan. Bugün səhər döyüşləri zamanı bölmələrimiz tərəfindən düşmənin hərbi texnikasına sarsıdıcı zərbələr endirilib, həmin görüntüləri təqdim edirik. Düşmən ağır itkilər verməkdə davam edir. Müdafiə Nazirliyi yeni görüntülər yaydı. Cəbhədə vəziyyət gərgin olaraq qalır. Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalini atəşə tutur. Düşmənin atdığı mərmilərdən biri Tərtərdə jurnalistin evinə düşüb.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tərtər şəhərinin növbəti dəfə artilleriya atəşini tutur. Bu barədə reportun cəbhə bölgəsinə ezam olunmuş əməkdaşlıq xəbər verir. Düşmən təxribatı nəticəsində dinc əhaliyə top mərmiləri atılıb, evlərə ziyan dəyib. Ermənilərin atdığı mərmilərdən biri Real Təhlil İnformasiya Mərkəzinin cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı Ağdərə rayonundan məcburi köçkün olan Tərtər rayonunda məskunlaşmış Kamil Eldaroğlu'nun valideynlərinin yaşadığı evə düşüb. Deməli, sentyabrın 27-sindən düşmənin təxribatı bütün cəbhə boyu ərazidə müşahidə olundu və Real televiziyası olaraq biz də əraziyə ezam olunduq, siz də buradaydınız və qeyd etmək istərəm ki, düşmən daha çox sentyabrın 27-sindən bugünədək əsasən Tərtər rayonunda və digər cəbhə boyu rayonlarda mülki halinin yaşadığı yaşayış nöqtələrini, eyni zamanda onların fərdi təsərrüfat sahələrini atəş altında saxlayır və dünənləri biz bir yerdə idik burada və siz də bilirsiniz ki, Tərtər rayonuna 2000-dən çox düşmən mərmisi düşdü. Həmin mərmilərdən biri də bizim evə düşüb və qeyd etmək istəyirəm ki, mən özüm Ağdərə rayonundan məcburi köçkünəm, Tərtər rayonunda məskunlaşırıq və həmin evdə də indi kadrlarda var, siz də görürsünüz, kifayət qədər ciddi ziyan dəyib. Olsun, olan ev olsun, əsas odur ki, belə deyək, insanlara və ordumuza heç nə olmasın və burada olduğumuz müşahidələr eyni zaman dağıntılarla bağlı etdiyimiz çəkilişlərdən də biz görürük ki, burada əhval-ruhiyyə olduqca yüksək səviyyədədir. Ən əsası insanlar, belə deyim, ordumuza güvənir, Ali Baş Komandanına güvənir və dünən ərzində Tərtər, Ağdərə istiqamətində düşmənin rayon ərazisine atdığı mərmilərə də ordumuz tərəfindən adekvat cavablar verilir. Hazırda biz həmin səsləri də eşidirik. Bu isə deməkdir ki, hər kəs öz evindədir. Burada əhval-ruhiyyə olduqca yüksəkdir. Elə biz jurnalistlərdə də əhval-ruhiyyə yüksəkdir. Daim bir yerdə həmrəy olaraq çəkilişlər aparırıq, bir yerdə müşahidələr aparırıq. Evə dəyən zərərlə bağlı heç bir qorxu və çətinlik yoxdur. Olsun, nə olur, evə olsun, insanlara bir daha vurğuluram və ən əsası öndə döyüşən əskərlərimizə heç nə olmasın. Cəbhə bölgəsində olan ictimaiyyət nümayəndələri əskərlərimizlə birgə ya Qarabağ ya ölüm dedi. Döyüş bölgəsində yaradılan bayram ab-havası əskərlərimizin döyüş əzmini daha da artırır. Benim könlüm Azərbaycan ordusu çox güclüdür. Türkiyəli jurnalistin qürur verici açıqlamaları var. Günlerdir biz de burada çatışma bölgesindeyiz. Azerbaycan ordusunun bugün de Ermenistan ordusundan ele geçirdiği askeri araçları gördük ve Ermenistan ordusundan ele geçirilen mühimmatları gördük burada. Azerbaycan ordusu 30 yıl öncesindeki gibi değil. Şu anda çok güçlü bir ordu. Bunu da uluslararası kamuoyunda gösteriyor. Çok güçlü bir olduğunu gösteriyor. Bu da zaten bugüne kadar ortaya çıkan görüntüler de Azerbaycan ordusunun ne kadar güçlü olduğunun göstergesi. Ve aynı zamanda Cumhurbaşkanı İlham Aliyev'in de yaptığı açıklamalar Azerbaycan'ın ne kadar dirayetli, ne kadar kararlı bir şekilde ilerleyeceğini ve Ermenistan'ın yıllar önce hakkı olmadığı halde işgal ettiği toprakları Karabağ bölgesini geri alacağını gösteriyor. Bir neçə gündür görürsünüz də, yəni çatışma zonasının dinc əhaliyə düşmən top Evet. mərmiləri atır və dinc sakinlərinin Evet. yəni həlak. Evet. Bununla bağlı yəni sizin də özünüz ilginç çəkilişləriniz olur. Şimdi savaşmanın bir adabı, bir usulü vardır. Ama Ermenistan ordusu şu anda doğru bir şey yapmıyor. Yani sivil halka vurulmaz. Sivil halk hiçbir şekilde çatışmalarda vurulmaz. Sivil halk hedef gözetilmez. Ama Ermenistan ordusu burada yanlış yapıyor ve sivil halkı vurarak, sivil insanlara hedef göstererek, onları öldürerek kendine
belki de kendini şu anda uluslararası kamuoyunda çok düşük konulara, çok düşük yerlere soktu. Yani kendisini rezil ediyor bu şekilde Ermenistan ordusu. Ama Allah büyük. Şehitler bizim şehitlerimiz. Bizim Türkiye'de bir laf var. Biz bir ölürüz, bin diriliriz diye. Bizler bin diriliriz. Ermenistan ordusuna karşı muzaffer olacağını düşünüyorum Azerbaycan ordusunun. Sizlere de meslektaşlarıma da, Azerbaycanlı meslektaşlarıma, kardeşlerime de teşekkürlerimi sunuyorum. İyi çalışmalar diliyorum. Azərbaycan ordusuna dəstək məqsədi ilə dünyanın müxtəlif ölkələrində aksiyalar keçirilir. Bu dəfəki aksiya öz kreativliyi ilə seçilib. Londonda Azərbaycan ordusuna dəstək məqsədi ilə kreativ aksiya keçirilib. İngiltərənin paytaxtı Londonda yaşayan soydaşlarımızdan biri Ermənistanın son hərbi təcavüzünə etiraz və Azərbaycan ordusuna dəstək məqsədi ilə kreativ aksiya keçirib. Reportun məlumatına görə şəxsi təşəbbüsü ilə yük maşını alan həmvətənimiz ona elektron lövhə quraşdıraraq ölkə sakinləri və rəsmilərinə ingilis dilində mesaj ünvanlayan lövhə asıb. Ermənilər BMT-nin qətnamələrinə əməl eləmir. Dağlıq Qarabağ Azərbaycana məxsusdur ifadələri şüarda qeyd edilib. Bu qədər ən son xəbərləri YouTube, Telegram, Instagram və Facebook səhifələrimizdən öyrənməklə yanaşı rastlaşdığınız maraqlı hadisələri reportun WhatsApp nömrəsinə göndərə bilərsiniz. Sağ olun, sağlıqla qalın.